Salam millət. Birinci dəfədir ki, günlük vlog çəkmək istəyirəm YouTube kanalında. Günlük deməyim, həftəlik vlogumu paylaşmaq istəyirəm ki, bir həftə ərzində nə işlər görürəm, hara gedirəm, nə edirəm, nə iş görürəm, sizlərlə də bölüşüm, paylaşım və ona görə də zəhmət olmasa nə deyirlər, kanalımıza abunə olun və dostlarınızla bölüşün, paylaşın. Mən idim bugün sizinlə Fərman qızı, nədir? Xosrov. Ondan da option subscribe eləyin. Option abunə nəysə də ondan. Option başladı. Birinci buradan başlayır. Ofisdəyəm və ofisi biraz sizlərə göstərim. Deməli, bura bizim çox şirin bir ofisimizdir. Bu Russodur. Yəni Rüstəm bizim videoları da hazırlayır və üstəlik siz zəng eləyəndə Rüstəm telefona cavab verir. Burada bir dənə polka düzəltmişəm özüm üçün. Yəni burada qəşəngdir. Qəşəng nərdiniz var. Bəli. Amma biz oynamırıq. Supplementlərimi burada saxlayıram. Bunu Azər müəllim mənə verib. Azər müəllim verib burada BMW, Toyota, Mercedes və çox möhtəşəmdir. Burada da belə bir şeylər qoymuşam. Şəkillərimdir. Sonra burada da belə bir şkafım var. Ancaq BMW rulları qoymuşam. Sonra bu Həmzədir. Həmzə də bizim ofisdə fəaliyyət göstərir. Maşın axtarır, müştərilərin telefonlarına cavab verir. Bu Camaldır. Camal da həmçinin telefonlara cavab verir, müştərilərlə danışır və bunlar işlər bölünür. Yəni Camal Ağdam Trade'dədir, Həmzə Otomotorzdadır və Alina xanım var bizdə. Alina xanım da Otomotorzda fəaliyyət göstərir və Alina xanıma biz demişik ki, bu vlogu izləyirsiniz. Demişəm ki, bir ay ərzində bir ədəd maşın satmalıdır. Düzdür, işini yaxşı bilir. Yəni telefona cavab vermək, araşdırmaq, hər şey bilir. Amma mən istəyirəm maşın satsın. Ona görə də növbəti vloqda görüm deyə biləcəyik ki, Alina maşın satıb, yoxsa yox. O da var. Bu da bizim ofisimiz. Sən nə sürürsən? İyi bak. İşdən azadlandır. Dur. Rüstəm müəllim də həmişə buranın açarını itirir. Ona görə o biri otaqda sizlərə göstərim. Sonra burada da belə bir şirin otağımız var. Ki, bu otaqda məsələn, müştərinin çox olanda və yaxud kompüterdə neysə göstərmək istəyəndə qəşəng konferans göstəririk, açırıq, hər şeyi göstəririk. Rahatçılıq olsun, müştəri istəyir, rahat olsun da gəlib burada rahat əyləşir və işimizi görür. İndi də ürəyim sıxılır, cilini sıfır almışam və sıfır aldığım üçün distekər yoxdur, gedirəm distekər almağa. Gəlin gedək ora. Gedirik disk almağa, antinamızı qoyduq, antina siz mən maşın sürmərəm, disklərimiz budur. İstəmirəm, sevmirəm. O mənim xasiyyətimdir də, yəni maşının bir dənə qabaq vidinə baxın. Çox gözəldir axı. Həqiqətən çox gözəldir. Bir dənə distəkəri sevmirəm. Gedə görə inşallah sən distəkəri tapacam. Tanış olun. Tahir. Bəli. Tahir bəy. Nətərdir? Bəyəndin? Gedirik disk almağa. Bəli uşaqlar. Sporta qoymuşam. Uşaqdır. Deyir ki, adı yaxşıdır. Həmə ver mən sür. Oy. Deməli burada sporta qoymaq üçün biz burada buna bax seçimlərimiz var, eləyə bilərik. Bəli. Burada wireless charging. Bu sənin bu qazan kotletin wireless charging deyil. Açı dənəlik qoymuşam. Həm oradan hem buradan yıxsın. Elə şey olur, həm zaretka şnurundan taxın, həm şey eləsin, de. Bunu qoyuruq bura. Nəyə görə? Nə oldu bacı? Adanam, nə oldu? Yığdı. Bəli, zaretkamız var artıq. Başlayır zaretka yığmağa. Burada belə bir cibi var. Çox gözəldir. Xahiş edirəm maşınımı latoka salma. Gəldi tutmuşam, bax tam qanunlu. Bəli. Salam qaqa, Range Rover gətirirəm. 2023 160 min dollar Allah haqqı. Beskraska zədəsiz. Amerikadan. Birbaşa sınadır. Hələ qutar. Deməli, uşaqlar, bizim günlərimiz həqiqətən belə keçir. Maşın alırıq, gətiririk, sifariş qəbul edirik. Oy dədə, bu nə yaraşıqdır da. Bəli, geri disk almağı da çox uzatmayaq. Bu arada ciliyə baxın, tam stoykalar qaradır. Ən qəşəngi budur, ehtiyac yoxdur. Gedim onları qaraldım. Maşına ambiyans qoyacağım, ulduz tavanını qoyacağım və səs sistemindən də biraz dəyişikliklər eləyəcəm. İndi hamısı hər şey görəcəksiniz. Amma gedib birinci distekəri alaq. Heç olarsa Görün nəyə soyur bu. Deyəm. Of. Nice. Oy ya. Nice. Şən. Əslində bu maşında çox maraqlı şeylər var uşaqlar. Bax məsəl üçün bax burada TikTok yer işləyir. Deyən Nicat. Ya. Hiç kimseye güvenmeyeceksin. Sadece kendi ayaklarının üstünde. İnterneti yoxdur. ancaq çalışmaq istəyirlər lazım olur. Bura bir favor gör kim çıxır.
Deyən görüm hanı profili. Aşağıda sağda. Deyən görüm nəzər tapın. İnternet yoxdur. İnternet yoxdur. Yoxdur internet. Hə. Evet, otomat var. Qəşəng Burada otomobil. sizin reklamınız ola bilər. Gəldik çatdıq Rəşadın yanına. Maşınımızda ayaqaltılar yoxdur və ayaqaltıların ölçüsünü götürüblər və belə bir şey deyim ki, bundan sonra kimdə ki Geely Galaxy L6 varsa, artıq narahat olmasın. Avto performansı gələcək, sifariş verəcək. Yəni zəng eləyəcəksən, sifariş verəcəksən. Galaxy L6 elə şablonları hazır var. Çünki Rəşad artıq mənim maşınımdan şablon götürüb, düzdür? Rəşad bəy, hara gedirsiniz? Təzə yer? Qoy, gedək təzə yerə baxaq. Görək təzə yer haradır? Aha. Hə, bir də uşaqlar, bunu sizə deyim ki, mən Rəşadla və avto performansla 2022-ci ildən bir yerdəyik və fəaliyyət göstəririk. Xeyirli uğurlu olsun. İşıq yoxdur? Nə gözəl, nə gözəl, nə gözəl, nə gözəl. Xeyirli uğurlu olsun inşallah. Uşaqlar, bax görürsüz nə qəşəngdir materialları. Bir üst tikişli də vura bilərsiniz. Məsələn, bu Lexus'dur, BMW vur, Toyota vur, Jaguar var, Bentley var. Bu nə gözəldir. Buna bax. Çox gözəldir. Rolls-Royce, belə material da var, belə də var, Maybach. Bax, görürsüz, bütün materiallardan var. Özə istədiyiniz tərzdə ya. Bax, məsəl üçün belə də vura bilərsən. Mən sevdiyim budur. Rolex. Mən bunun adını Rolex qoymuşam. Və bax, görürsüz, 7-dir, 3-dir, 5-dir. Nə istəyirsiniz, o tərzdə də sizin üçün düzəldəcəklər. Bu da yeni məkanları da gözəldir. Gəlin, indi oranı da gedə göstərək. Rəşad, gedə oranı da göstərək. Bağlama buranı, olsun, indi qaydırıq bura. Hə. Bir dənə xəbərim var. Hə. Seres, Mercedes həqiqətən maşın deyir. Nə oldu be? Axşam yaxşı olacaq, demirəm, saçdı. Danışıram. Yaxşı qardı, bağışlayın bax. Nə olub edinə? M4 gərbətiyə saçdı. Nədir? Nəsə nağıl danışdı bu. Gəl. Hə, gəl. De, burada da ambardır. Bütün materiallar da hamısı burdadır. Gəlin indi gedə baxaq görə. Yəni gəl burada sifarişləri də verə bilərsiniz. Burada belə aksesuarlar zat da satırlar. Ayaqaltı modelləri hamısı burada da var. Çikollar da var və baxın burada da sifariş zonasıdır. Belə aparatları var ki, ayaqaltıların üstünü yazırlar. BMW, Jaguar gördüyünüz kimi. Sonra da bax, gedirik bu tərəfə. İstisalat buradır. Salam əleykum, yorulmayasınız. Aha, deyilə kakroz mən. Bu mənimkidir. Geely. Hə, deyil, hazırlayıblar. Hazır vəziyyətdə. Gözəl. Salam əleykum. Deyil, bu nədir? Bu pasajerdir. Bu pasajerdir, o sürücüdür. Deyil, görürsünüz uşaqlar, nə gözəl oldu. Ah, indi bunu deşib vuracaq yerə. İndi stanovka prosesini də çəkib sizə göstərirəm uşaqlar. Bir dənəsi var ya, yumuşaqdır. O yumuşaqdan yoxdur. Hə, uşaqlar, ən sevdiyim budur da. Ən sevdiyim material budur. Bax. Bunun bir dənəsi də var axı, Rolex. O vaxt adını Rolex qoymuşdum, Cartier. Bu təzə variantıdır. Cartier hanı? Hə, başqadır. Bahalı risunka. Buna bax, çox gözəldir. Bax, görürsüz? Burası mən əvvəldən elə bunu sevmişəm deyə bundan xoşum gəlirdi. Hanı mənimki? Xalça. Peugeot'un üstündə də var. O biri M Grand'ımda da bundan idi. Heç nə də olmamışdı. Yay, qış ancaq bu idi. Gedək stanovka ilə görə nətər olur? Bəli uşaqlar. Maşınımız artıq hazırdır. Ayaqaltılarımızı qoyduq buradadır. Bax görürsüz necə gözəl, miləmil öz yerində oturdu. Qara, qırağı da qara, bu da arxala. Baxmayın maşinisi çirklidir. Babək maşinisinə püskünə qoyub. İdeal. Buralar da qəşəng dəmirli, ideal şəkildə. Gözəl, mükəmməl. Bu da maşının arxasıdır. Arxasında biraz dəyişikliklər istəyir. Şeylər fikirləşmişəm, onları sizə göstərəcəm. Vlogumuzun ikinci günündəyik və bugün isə 2025 bir BMW X5 gəlib yanımıza, amma problemi var maşının. Yəni maşın 3 aya yaxındakı yoldadır deyə bütün akkumulyatorlar yatıb və maşın işə düşmür. Permiçka da versək də belə yenə də maşın işə düşmür. Ona görə də Nuran Edition'a zəng eləmişik, yəni çip bakoya. Nuran gəlib yanımızdadır. X5'imiz budur. Bu vəziyyətə baxın siz bir dənə. Nuran da buradadır. Nuran sağ olsun. Bir dənə bilmirəm orada kompüter oynamaq vaxtıdır Nuran. Nə olub buna? Nuran, mənlə müştəri variantı eləmə də. Hələ bilinmir zat, baxım görüm nə çıxardıram buradan. Motor düşməlidir. Ay sağ ol. Şəxsənlər dəyişməlidir. Hə. Deməli uşaqlar, mən sizə deyəndə ki, gedin elektron şık oxuyun, bu kompüter işlərini oxuyun, budur. Birdən görürsən bir dənə knopka var orada. O knopkanı basıb şu maşın hazır çıxır gedir. Knopkanı siz görə bilmirsiniz, ancaq bunlar görə bilirlər. Ona görə də gedin oxuyun. Amma mən adamı ilə işi görürəm. Nuran isə heç vaxt belə tərzdə olmayıb. Çünki Nuran demək olar məktəbə gedəndə elə mən Nuranı tanıyıram bugünə kimi və həqiqətən də sağ olsun, inkişaf elətdirir özünü
və günü-gündən də inkişafa doğru gedir və X5-imizi görə xodlaya biləcək, yoxsa xodlaya bilməsə, mən sizə yenə də deyəcəm. İndi xodlama buna. Bir dənə akkumulyator deməli burdadır uşaqlar. Bir dənə burdadır. Hə. Qaqa bəlkə Angel ola üstündə artıq. Hə. Bu da BMW-nin digər bir zülümüdür. Qaqa. O ağı qoy. Ağı qoy. Ağı qoy. Bir ağ, biri göy. Hə, bir dənə qoydu, nə olar ki? Hə. Deməli belə, bir dənə akkumulyator burdadır. Mama qurban, bir dənə deyəm. Hə. Bir dənə akkumulyator da bagajdadır. İndi görək nətər olur da, xodlayaq görək nətər olur. Plus bu Nuran gedib bir dənə 46 alıb. Çox qəşəng bir dənə F30-u var idi. Onu satıb gedib 46 alıb. 46 xəstəsi maşın çox qəşəngdir. Çox iyrənc bir distekar var altında. Çox ha. Deyirəm niyə dəyişmirsən? Deyir Kovunludur qaqa. Nə olsun, qızıldan olsa da belə, yəni mən bunu bunun üstündə saxlamıram. Maşın çox qəşəngdir, distekari dəyişilməlidir dərhal və Nuran 46 xəstəsidir. Mən də 46 sevərəm, çox sevirəm. Bu da 46-sıdır. Aç görün bala. Bu da içidir. Polat Ələmdarın arabası. Deməli uşaqlar, başımıza nə oyun gəldi? Cilidə həmişə bolt yerləri 114.3 idi. Bu səfər bu Cilidə isə ki, bu da Zavodskoy diskləridir. 508-dir. Yəni bu disklər gedir ona. 508 bunlardır. Yəni Fusion zad, Malibu zad bunlar gedir buna. Bir də 508 bunu bəyəndim. İndi bunu test eləyirik. Səhərdən də 514.3 vururuq, 512 vururuq. Orta hasta 64 asıra. Sən elə bizim maşın yığmaq belə rahatdır. Teknologiya. Maşın bazarında özüm axıranlıq edir. Buradan. Bəli. İndi görək nətər olacaq. Deməli uşaqlar, 19 108-i vurduq maşının altına. Arxa yaxşıdır enlilik. Qabağı da vurduq. Qabaqda vəziyyət ağırdır. Buna bax. Çox çıx. Deməli bunların yetəsi 30-dur deyə sıxıntısını çox verdi. Bazarda da başqa variantım yox buna bax. Yox, məcbur indi mən gələ zakaz verim. Barışla gəl. Çox deyib, çox. Dəyiş qardaş, dəyiş. Hə, ailədə. Deməli başımıza gələnlər belə oldu. Geely Galaxy L6-ya. Bax, siqaretin gəldi bura. Hə. Obşim. Hə. Disk problemi yaşadıq. Yoxdur da qaqaş bazarda diskdə. Bəli. Yadınızda saxlayın Geely Galaxy L6. Geely Galaxy L6 bolt yerləri 508-dir və orta çentirovkası 66-3 idi. 66-3 olmalıdır. O da çətin məsələ oldu. Onların hamısını düzəltdik. Disk tapdıq ki, boltu da oturdu, ortası da oturdu, kolça ilə otuzdurduq. Burası da yeti problemi yaşadıq. Yeti də disklərdə 30-dur. 30 olduğu üçün krılodan çox çıxdı. Çox çıxdığı üçün əmələ gəlmədi. Arxanı minus verə bilərəm. Qabağa minus verməyi istəmirəm. Çox çıxır. Ona görə də başqa variantımız yoxdur. Gələ xaricdən sifariş verin, gəlsin. Dedim nəzərinizdə olsun ki, yəni Geely Galaxy L6-ya bolt yerləri 508-dir. Çentirovkası 63 ya 66-3'dür və yetidə 35 axtarmalısınız. 35-38. Dedim bu məlumatı da sizlərlə bölüşün, məlumatınız olsun. Bu da bugünkü zilümümüz. Amma mənim üçün hər zaman xoşdur. Maşınla bağlı hər baş verən anı xoşdur. Gedə görə distekə nə edirik? Elə sormuş. Niyə qaqa? Alınmadan aşımız. Bu oğlana bax canavar deyir. Bax gör heç vezi nədir. Gecə saat neçədir bax gör diz, təkər, dəyiş, daçıq, taq, təkər gətir, nə bilim 1000 dənə şey elə. Get siqaretə çəkmək istəyir, kamera qalxır, alınmır. Görürsən. Haqqımı halal eləyirsən qardaşım. Allah xoşunuz olsun. Valla diz təkər almağa gəlmişdin. Gördün də nə qədər çıxır. Altında gördüm. Sən də sürməzsən də maşını o vəziyyətdə. Yəni mən Amma halaldır sənə, çox sağ ol. Haqqımı halal elə. Allah xoşunuz. Ona hala bize haram olur. Sən də halal elə qardaşım. Ne hakkımız var şimdi biz? Şu halallı. Doğru zaten. Bir dənə də qardaş var burada, o da haqqını halal eləsin. Yox, səni çəkmirəm. Amma haqqımı halal elə. Vay ama. Gürcistan yadıma düşdü. O kapşonkadasan elə. Hə, elə bu kapşonkada ya. Aşklar söndürce. Sən necə haqqımı halal eləyirsən? Vay aman. Hara gəlmişik hə.
Ha bu da bu kapşon kanalı. Ay, hə. Gürcistan Söz. kapşonu. Çıxaq gedək. Yaxşı, gecən çıxır, sağ olun. Vlogumuzun bilmirəm də artıq neçənci günündəyik, amma Nuro mənim üçün çox qəşəng bir hədiyyə göndərib. Gəlin sizə də göstərim. Hədiyyəmiz burdadır. Bəli, 550-nin orijinal egzoz başlıqları ki, biz bunu qoyacağıq BMW-yə və sonra da gedəcəm Rəhmanın yanına. Rəhman bunu qoşacaq bizim üçün. Ona görə də hələlik baqajda qalsın. Ta ki bunun sırası çatsın onu qoşmağa. Ha, o görsən, çox gözəldir həqiqətən də. Görün bu vloqda bunu yerləşdirə biləcəm ki, Rəhman bunları qoysun, yoxsa yox. Çox qəşəng olacaq. Onları qoysam bura. İdealda görsənəcək. Siz nə düşünürsünüz uşaqlar? Hə? Hə, bu arada Amino X həqiqətən çox qəşəngdir, mükəmməldir idman üçün. Bu da nitro test, yəni hər məşqdən sonra içirəm və hər ikisi də lazımlıdır. Düzdür, kreatin də içirəm. Kreatin ofisdədir. Böyle bir dənə görüntü vereyim. Nə gözəl görüntüdür belə. Hə, uşaqlar. Yadımdan çıxdı sizə deyim. Bugün isə Mercedes-ə gedirik. Yeni açılan Mercedes salonuna gedirik. Gedib bir çay içək, kofe içək, söhbət eləyək və indi oradan da əyərləri, kadrlar götürə bilsəm sizlərə göstərəcəm. Ona görə də video uzatmayaq, gedək ora birbaşa. Ehtimal verirəm ki, artıq siz bizim yeni proyektlə Instagram və TikTok hesablarımdan tanış olmusunuz. Çünki tezə bilmədim YouTube çıxsın və siz burada YouTube'dan izləyəsiniz. Amma mən artıq burada görülən işləri və maşını burada YouTube təqdimatlarını eləyəcəm sizin. Çünki baxın görün necə maşındır. Həqiqətən də BMW varsa, gönül necə fərah olur, gönül necə sevinir. Bir dənə buna baxın. Deməli, yeni proyektimiz budur. BMW M4 F82 və maşında, kupe maşında ümumiyyətlə, kupe maşında Məlli, bir dənə tostoranı söndür, ay Məlli. Çox zor. Hə, deməli maşınımızda kupe maşın nədir, plyonka nədir? Bu canavardır ya bu uşaq. Plyonka söhbəti, yəni maşının şüşələrinə plyonka, qara plyonka. Bu adam həqiqətən canavardır. Maşının plyonkalarını sökdü, və maşın indi təzə oldu M4. Yaxşı, çünki bu boyda qırmızı salon var maşında. Oturacaqların gözəlliyinə bir dənə bax sən. Mən niyə maşını axı plonkada sürməliyəm kupeni? Plus da ki, maşının interyeri də vəziyyəti budur. Karbon interyer və sükandakı görürsünüz. Hər şey var bu maşında. Harman Kardon səs sistemidir. Bir dənə buna bax. Ay aman. Səməd nətədir? Ay aman. Hə, onunla. Bu da maşınımız. İlk gördüyümüz iş isə maşında plonkaların sökülməsidir. Dam karbondur uşaqlar. Və bir dənə təkərlərini sevmirəm. China təkər qoyublar ki, bunun üzərində Continental ya da Michelin təkəri qoyacaq maşına. Çünki qardaş bilirsən də, bu maşın sürətlidir də, sürət sevən biri. Arabadır. Hə, S55-i bir dənə sizə göstərim, üzr istəyirəm. Ay aman. Bəli, Mərixanın vəziyyəti biraz tozlu torpaqlıdır. Bu işləri biz özümüz görəcəyik. Maşını görürsünüz ki, necədir? Gözəl, 10 numara. Gəlin maşının arxasında sizə göstərim. Aha, ideal in the house. Bəli. Da servisə girmişkən servisi sizə göstərim. Burada maşınlarımız çoxdur. Hə. Bir dənə də bunu deyim. Ayda nömrəsi düşdü. Bir dənə də X5M. Of. Hə. Bəli. Biz M-lə doluyuq qardaşım. Deyən görün bir dənə. Bu maşında da ximçiska, polirovka, keramika bütün işləri var. Deyənin bir dənə bunu xotlayım mən sizin üçün. Can. Mama oğlu. Hara git. Bir dənə, 2 dənə yüngül, bir dənə part elə. Nə oldu, niyə ağlayırsan? Bir dənə səsə bax. Nəsə eləyir orada, klapan açma. Bəsdir. Və burada da digər işlərimi görürük. Maşın tam restavrasiya olunur. Digər maşınlarımız və burada da hal-hazırda çox gözəl bir Grandiyarımız var. Kaligrafidir. Onu da Koreyadan qardaşımız gətirib. Belə, Diyanın bir dənə də bunu mən sizə göstəreyim. Diyan uşaqlar. Hə, bir də ki, siz əgər disklərinizi rəngləmək istəsəz, buradan gəlib rahat şəkildə seçirsiniz ki, hansı rənglə necə olsun. Hətta burada rəng kataloqumuz da var. Buradan da seçə bilərsiniz. Necə lazımdır. Və burada da Nigar xanımımız var. Bəli, Nigar xanım məktəbdən indi gəlib. Məktəb? Hə, universitet. Mən kameranı fırladım. Mən haçan deyirəm ki, məktəbdən indi gəlsən, belə baxır. Deyir, məktəb deyil, universitetdir. Eyni şey deyil bunlar. Okey.
Bu da Benda LFC 700'ümüz. Buradadır. Uşaqlar bunu satıram ha. Sıfırdır. Nömrə vurulmur üstünə. Bu da ki qardaşımızın qara canavarı. Bu da buradadır. E+'e işdir. Bir dənə sizə loqolar falan lazım olsa hamısı burada var. Gəlib götürə bilərsiniz. Burada şilemlərim. Və burada da digər bir vitrinimiz ki, gəlib rəngləri seçə bilərsiniz. Burada da yenə də diskin nə istəsəz rəngləmə, hamısını burada gəlib yəni baxa bilərsiniz. Və bu da Nemət Pro Max-dır. Evet, çıpara. Nə tər? Çıpara. Boyuma bak 55 kameraya bak. Utanmaz ha zamanla karşı. Nə tər qaqa? Elə. Sən bilirsən ki, sən bu həyatda yedin olansan ki, o sözü mənə deyəm. Sen heç kimsən. Bir dəqiqə. İstəyirsən müdürün yazmışam bura. Nə qədər pul istəsən verim düzəməli danışasan. 1000 manat. 1000 manat. Ha, 1000 manat. da. Deməli gördüyünüz kimi bağlısınız bir dəqiqə bu məsələni çözdü. Bu 1000 manatlıq adamdır. Verirsən 1000 manatını pis. 1500. Ay yaxşı. Düt. M4-də isə ikinci addımımız nə oldu? Plonkaları sökdük. İkinci addımımız isə maşını alt, üst, Qurşitelin patelnikinə qədər hamısını yumaq lazımdır və gətirmişik maşını ünvana. İndi ünvan hardadır? Gəlin indi onu sizə göstərim. Gəlin birinci maşınımız yuyulana qədər. Amino X-imizi içib gedirik məşqə. Ay sağ ol. Çayımız hamısı hər şey burada. Burada qəlyan zad da istəsəz hamısı hər şey burdadır. Belə rahat əyləşə bilərsiniz. İndi gəlin mən sizə göstərim. Hara getmişik. Bunu da verdim yumağa. Gəlirik bura. Maşınımızı yumağa. Maşının da altı, üstü, zadı hər şey yuyulacaq. Bir göstərəcəm. Axırda finalda hamısını göstərəcəm. Range Rover. Sonra da belə. Qəşəng hamısı hər şey yuyulacaq. Maşını da burada. Burada podyomnika indi qaldıracaqlar yumağa. Bu da digər boksu. Və mən isə maşını qoyuram bura, gedirəm məşqə. Qaydanda sizə də göstərəcəm ki, maşın necə yuyulur. Deməli uşaqlar dözə bilmədim. Gözlədim ki, maşın qalxsın göyə. Yəni maşının alt hissəsinə də baxaq. Gözəldir, gözəldir, amma çirklidir. Deməli maşınımızı altını qəşəng təmizləsinlər, eləsinlər. Hər şey gözəl şəkildə. Görək nə tər olur. Bəli, bu bizim cilini niyə atmışız qırağa? Deyirəm ki, bunu söndürmək lazımdır arada bir. Kitay qardaşım, bu cilidir. Kitay bizə aliyyəti yoxdur. Bəli, ideal şəkildə sizə də göstərəcəm hamısını. Qazaxlı bu mövzu haqqında nə deyə bilərsən? Amma o zamanı deyə bilərəm ki, bəziləri video paylaşır. Onu deyə bilərəm ki, burada onlara ki, siz təvəkkülsüz diskə çəkər. Deməli, hər iki maşınımız artıq hazırdır. Gəlin uzatmadan sizə göstərim ki, bu maşınlarda nə işlər görülüb. Gəlin gedək. Sonra ora gedirik. Birinci bura gedək. M4-də maşın alt hissəsi, üstü, mühərrik xanası, hər yeri yuyulub. Bir dənə buna baxın. Tərtəmiz, ideal. Görürsünüz? Bu maşının tam ideal təmiz versiyasıdır. Kapatalaq. Bu da maşının içi, salonu, yana bax. Gözəldir axı. Hər yer tərtəmiz. Oturacaqlar, hamısı tərtəmiz, ideal oldu. Görürsünüz? Necə parıldayır. Orijinal şampun hər zaman öz sözünü deyir. Həmişə. Bu da ki bizim cilimizdir. Bu da tərtəmiz, ideal. Şporuna kimi olunub hər ikisi. Yəni onun da salonunu mən sizə göstərim. Görürsünüz? Tərtəmiz. Onsuz bu sıfır maşındır. Amma yenə də bunu da saxlamaq və təmizləmək çox çətin məsələdir. Görürsünüz? Tərtəmiz. Buradan Carvanadan təşəkkür edirəm. Niyə? Çünki həqiqətən də çox ideal təmizlədi maşını və mənə də təhvil verdi. Çox gözəl. M4 qalır burada. Çünki hər ikisini sürə bilməyəcəm. M4 qalır burada. Tam qurusun. Səhər götürəcəm. Ona görə də cilimizlə yolumuza davam eləyəcəyik. Çünki cili isə bizə bir bak benzindən 2000 kilometr yürüyüş verir və artıq bir aya yaxındır ki, mən bu maşına benzin vurmamışam. Amma buna dünən axşam benzin vurmuşam. Və hal-hazırda da bir xətt qalıb. Fərq budur. Biri sevgi söhbətidir, biri də ki, ekonomda bizə lazımdır. Məsələ budur. Bilmirəm həqiqətən neçənci gündür, yəni vlogun neçənci günüdür. Amma bugün isə M3 ilə, bir də 30 ilə işlərimiz var. Gedirik o işləri görməyə. Niyə? Çünki sizə göstərdiyim kimi Nuro mənim üçün şey göndərib, 550-nin egzoz başlıqlarını göndərib və indi gedirəm Rəhmanın yanına ki, C30-u verim Rəhmana, başlıqları dəyişsin, görək dəyişə biləcək. Amma Rəhmana mən çox inanıb güvənirəm. Rəhmana bugün kimi o qədər yəni qəribə şeylər istəmişəm ki, hamısını eləyib, özü də vərək kimi eləyib, adamın üstündən Allah var.
Gedək Rəhmanın yanına. Gedək, çataq görək. İnşallah ki, Rəhman mənim istədiyimi eləyə biləcək. Salam Rəhman. Yeni bir texnologiya ilə gəlmişəm. Yüngül xəbərim var. Gəl. Sürpriz. Amma Qəşəng. aması var. Mən svarka istəmirəm ha. 100% ora svarka. Ya qaynaq, svarka zad istəmirəm. Birbaşa diyanaza yığınlar orada. Çünki qardaşım, belə pis çıxmasın, cəmaət gedir. Nəysə danışmıram. Bunları ləğv eləmək istəyirəm. Bax bunları qoymaq istəyirəm. Deyim də hal-hazırda bunun altı diyana exos sistemi, titanium sistemidir. Buna heç bir variantda bizdə heç bir yerdə də qaynağı yoxdur. Ah, şükür Ona Allah. görə də biz bunu qaynaqsız eləyəcəyik. Şükür Allah. Onda maşın sənə əmanət olundu. Fişə. Top səndədir. Görək nətər olur. Nə bilim, uşaqlar. İstəyirəm dəyişim, onları qoyum. Çünki günləri Zeekr 007 GT-ni incələməsini də çəkirik. Çox qəşəng maşındır ya, yəni istədim. Fərqli bir şeydir. Bunu da çəkəcəyik. O maşın tam bitsin. GT 007. Təkərləri? Ya o yüzden baxın da mən bu təkərə görürüm. Neçədir ölçüsü? 20 mən istəyən. 255-40-20-dir. Qabağa gedir da. Qabağa gedir. Bax, 4-ü də 255-40-20-dir. Arxanı da başqa bir şey yaparaq. Başqa bir dənə Zeekrin üstündən çıxarlarıq. Yan düşsün. Ay aman. 5 raporno. Oh, pneumatik askısı. Ha, pnevmatik ask sistemi. Get. Sür də. 360 kamera. Eda. Sadəcə velosipetin üstündə də 360 kamera var. Hara Rüstem götür? de Çin'de. Ver M4'ün bölüne Rüstem onu. Eyni rəngdədirlər. Rüstem onu ver M4'ün bölüne. Bir də pnevasını vur düşsün. Pnevanı vur düşsün. Vur düş saxla. Nə gözəldir salonu. Ha, qəşəngdir. Pnevan. Porsche'nin xalası oldu bu. Ay buna bax olsun, burada da kolonka var. Qaqa, mahnı başının dalından oxuyur. Salon rəngi də qəşəngdir ya. Spoileri də qəşəngdir. Bir növ Taycan'a benzer bir video var. Bir bakın. Elə bil hardasa oxşatmaq istəyir, Vopsi mühəndisliyi qaqa diyan. Bas. Ay Nizat, bir də bax gör bizi udalit eləyə bilirsən, hə? Nə oluyor? Doğrudan. Sportda sürmədin amma deyəsən. Bəli, Zeekr 007 GT. Oo, bu nə salon keyfiyyətidir. Allaha and olsun, yəni elektrik avtomobillərin içində Zeekr ən güclüsüdür. Həqiqətən deyirəm. Və pıranadı buradadır. İnşallah dəhşət keyfiyyətlidir. Dərisi, alikanta, burada da dəri işləməsi. Head-up'ın böyüklüyünə bax, səs sisteminə bax. Buna bax, 2 dənə wireless charging, sonra burada 2 dənə stəkan yeri, burada da cip var. Bunu da qəşəng şey gözəldir. Ay dədə, bu rus dilindədir deyəm, bunun dilini dəyişim mən. Alikanta. Qəşəng, gözəl. Necə yaraşır mənə deyəm, fikir bildirim, həqiqətən gözəldir. İnşallah hər şey elektrondur bax. Maşını da məsələn gətirsin bagaja, verəysən bax. Oy, açıldı. Bunu görün. Ay aman. Bağladı. Bura bax. Güzgü. Ay Allah. Həmdərələ. Karbon tuningə gəlmişik. Niyə? Çünki bizim bir M4'ümüz var. Və M4 də karbonsuz gözəl görsənmir. Burada bir neçə variant spoilerimiz var. Və spoiler və qabaq lipimiz var. Ki biz burada başqa bir lipi gördük, bəyəndik. Oy dədə, bu çox başqadır. İndi maşının üstünə qoşandan sonra görəcəksiniz. Bir də belə bir diffuser. Yəni bir dənə spoilerin birini gətirin, bir dənə qoyun, bir dənə hələ müvəqqəti baxaq. Çünki bunları hələ qoşmalıyıq. Həqiqətən də çox gözəldir. Nə deyəm? Oy dədə, çox gözəl oldu axı. Çox gözəldir. Bir dənə bu spoilerdəki dəqiqliyi və orijinallığı bir dənə baxın. Yəni tren vurmamışam. Heç nə vurmamışıq. Bax. Mil kimi oturub baba görürsən. Orijinal işi belə olur. Bax görürsüz, mil kimi yerində oturub. Ehtiyac yoxdur başqa heç nə eləməyə. Hə, ona qoy. 4 gözə qoy. Ay aman. Ayrı sən video çəkirəm. Buna bax qaqa. Uy dədə. Ay aman. Yan. Qəzəbli M4. Çox əsəbi M4. Nervinli. Nədir qaqa? Nervinli qaqa. Bir dənə yan padnoşkaya bax qaqa. Ya, çox gözəldir. Yan padnoşka elə bir ki, biraz yetəsi çoxdur. Biraz etəsi çox oldu elə bir. Çox oldu hə. Onun naziyi yoxdur. Gəlin biraz mağazini də göstərin. Deməli body kitlərimiz də var ha burada deyim, biləsiniz. Yəni hazır qoşa bilərsiniz. Bax görürsüz.
BMW-lər üçün, sonra Toyota'lar üçün diffuzerlər, nə istəsəz burada var. Bax görürsüz. Burada da yenə də spoilerlər, diffuzerlər, sonra sizə deyim, hər şey, ürəyiniz nə istəsə var burada. Burada hal-hazırda disklərimiz var. Ki burada Brabus'un çox gözəl bir diski var. Yəni bunun qiyməti təqribi 5000 manatdır, 5500 manatdır, amma bildiyimə görə, gördüyümə görə bazarda bunun 4500 manatlığı da var. Bir səbəbini deyirəm. Bu karbondur. Aquaprint deyil. Yəni bu karbondur, aquaprint deyil. Yəni burada qiyməti dəyişən çox elementlər var ki, saysan bitən deyir, ona görə qiymətdə də təsir göstərir. Kapotlar falan, hər bir şey var. O görürsünüz. Burada Canon'un öz maşını. BMW M4-ün ikinci gecəsindəyik və birbaşa Canon'un yanına gəlmişik. Karbon tuningə. Sistemə zada bax, bir dənə buranı göstər. Buna bax. Samirə xanım burada əziyyət çəkir. Hamı burada əziyyət çəkir. Buna bax, sizin üçün proyekt çəkirik. Burada isə orijinal karbon lipimizi qoyduq. Bu lipdən demək olar ki, heç bir M4-də M3-də yoxdur. Və burada da görürsünüz ki, aquaprint deyil ha, qardaşım. Karbon lip. Yəni, gəl bura bir incə məqam var. Gəl bura. Bir dənə bunu göstər. Yəni, miləmil, zazor söhbəti gedə bilməz də burada. Bax, görürsən, çotku, çak oturub burada. Bax, görürsən. Valla deyirəm, yəni gedə bilərdim tində bucaqda belə şeylər alam. Amma işi orijinal görmək lazım. Ona görə də qardaş, orijinal bu aksesuarlar, yəni karbon kapot, diffuser, buffer, spoiler, lip, bu hamısı ancaq karbon tuningdə olur Canon'un yanına. Çünki Canon bu işi pul qazanmaq məqsədi ilə, yəni investor kimi yanaşmır. Sevgisi var, həvəsi var. Ona görə də biz maşın sürən sevənləri başa düşdüyü üçün orijinalları gətirib. Gəl bura. M4-ümüz karbondu deyə. M4 karbon damdır. Karbon spoilerimizi də qoymuşuq buradadır. Bir dənə buna bax, incəliyə bir dənə bax. Bax gör necə oturub bura. Görürsən? Çak! Bir də diffuzeri göstər. Bu da karbon. Hamısı üstündədir. Gözəl, əla, ideal. Yenə də işlərimiz var. Sport Peugeot'un Eybaqlarımız da sabah bizdə olacaq. Sabah gedirik Rəhmanın yanına yenidən Eybaq Sport Peugeot'larımızı qoymağa.